Salamlayıram sizləri. Suallarımıza keçirəm birbaşa. Ən çox xanımlarımızı narahat edən suallardan biri saçın ucunda ikiləşmə, haçalaşma, saç ucunun qırılması. Bu sualı çox verirlər. Hətta məsələn bizim dildə bəzən buna saç qıran deyirlər və kimlərin sağlığına hansısa bir gənəmi, bir həşərat mı, başqa bir şey gəlir, bir canlı gəlir ki, saçın ucuna düşübdür, saçı qırır. Yox, elə deyil. Burada saçın materialının keyfiyyətinin pozulmasından gedir. Səbəb çoxdur. Hormonal problemlər ola bilər, əsasən qalxan və vəzn problemləri, qanda dəmirin, biotinin, B12 vitaminin defisiti ola bilər, saça olan qulluq vasitələrinin düzgün olmaması, məsələn, yandırıcı fenindən, isti-tüdən düzgün istifadə etməmək saçın materialını yandıra bilər və yaxud da ki, kimyəvi boyalar, tərkibi heç də məlum olmayan, saçın kökünü zədələyən boyalardan istifadə edib saçı zədələnməkdən yarana bilər. Ona görə nə etmək lazımdır? Birinci növbədə ən sadəsi saçı hər gün masaj edin, 5-10 dəqiqə qan dövranını yaxşılaşdırın, mütləq yeməyinizə diqqət eləyin, dəmirlə, biotinlə, B12 ilə zəngin qidaları istifadə edin. Həmin o vasitələr ki var, fendir, ütüdür, onları ya saçı qoruyucular, spreylərdən sonra istifadə edin, yaxud da ki, onların çox az dozasından istifadə edin. Və bir də ən sonuncu, ayda bir ya da 2 ayda bir saçın ucunu 1 sm kəsin. Tam saç düzələnə qədər. Hər birinizə gözəllik arzulayıram. Sağ olun.